Bana birine dedim ki vaxtım yoxdur, dedi ki 15 min verirəm, dedi 20 min verirəm, gəl. Mən heç vaxt məclisə gedib nəsə almamışam. Bura qədər razıdır ki, tək ki, məsələn, belə olsun. Bu da deyir, mən oturmuşam, getmişəm bir məscidə, alim özü danışır. Cəmaat yığışıb məsciddə, bilirəm, hamı mənə görə gəlib. Məsələn, filan rayona, filan yerə. Millət dolub, məsələn, filan rayonda, filan kənddə. O kəndin mollası da fürsətdən istifadə edir, gör ki, adamlar yığışıb. İndi mənə təqdim eləmək üçün çıxıb minbərə bu. Başladı danışmağa. Danışdı, biraz çox danışdı. Mən də oturmuşam, əsəbləşdirdim. Və sən ürəyimdə dedim ki, bilirsən ki, bu cəmaat mənə görə gəlib. Sən burada uzun-uzadı danışıb, özünü niyə göstərsən falan, tez düş, mən çıxım ora. Deyib, bu fikir gəldi beynimə, bu danışdı, düşdü, çıxdım minbərə danışmağa. And olsun Allaha deyib, Bismillahirrahmanirrahim yadımdan çıxdı. İstəyirəm deyəm, Bismillahirrahmanirrahim yadıma düşmür. Xütbədən qabaq deyirlər, əlhəmdülillah və salatu. Deyə bilmirəm. Başa düşdüm ki, bu zərbə haradan gəlir ki, Allah deyir ki, sən ona niyə yuxarıdan aşağı baxdın? Sən elmin sənin deyil, mən vermişəm və istənilən anda ala bilərəm. Deyir, elə orada dedim ki, Allah, mənim abrımı aparma burada. Bu cəmaat yığışıb gəlib, mən də biabır olaram. Əstəğfirullah, üzr istəyirəm, tövbə edirəm, söz verirəm sənə, minbərdən düşən kimi mollanın əlindən öpəcəm. Deyir, elədim, düzəldi. Düzəldidilər, indi adam oldun, indi danış. Sonra danışdım, düşdüm də əlindən öpdüm onun, cəmaatın gözünün qabağında ki, mən niyə görə şeytan məni vəsvəsə elədi? Mən dedim ki, sən mənə görə cəmaat gəlib, sən niyə cəmaatın vaxtını tutursan filan. Quran buyurur, kəllə innəl insan ləyyətğa ən rəəhu istəğna. Həqiqətən insan tüğyan eləyir, özünü ehtiyacsız gördüyü zaman, özünü başdan ayağı ehtiyac hesab eləyən insan, nə qədər ona neymət verildisə, bilir ki, hər şey Allahındır. Allahındır sözü bunda xuşu yaradır, xaşəən qəlbu. Yəni bunu yerinə oturdur, bunun qəlbində təvazu halı yaradır.